Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birini salamlayıram. Gününüz xeyirli olsun inşallah. Bizim mövzumuzun adı etiqadi ayələrdir. Ötən bəhsimizdə etiqadi ayələr deyəndə nəyi nəzərdə tuturuq? Bu barədə siz əzizlərlə qısa olaraq müzakirə etdik. İstərdim ki, bu məsələni bir daha xatırlayayım ki, İslam dünyasında Qur'an-ı Kərimin müxtəlif təfsir metodları var və onlardan da biri kəlami təfsir adlanır. Yəni Qur'an-ı Kərimi kəlam və etiqad prinsipləri əsasında təfsir etmək. Bu hər bir məzhəbə xas olan, aid olan bir məsələdir. Hər bir məzhəbin alimləri belə bir işi görmüşlər. Keçən bəhsimizdə bu kitabların bir neçəsinə işarə etdik. Və eyni zamanda dedik ki, digər bir məsələ isə etiqadi ayələrdir. Artıq burada etiqadi ayələr dedikdə Qur'an-ı Kərimdə yer alan etiqadi ayələri çıxarıb onları müstəqil olaraq müzakirə etmək. Məsələn, necə ki, bizim fiqh bölməmizdə, əhkamda ayatul əhkam var. Yəni, hər hansı bir müfəssir, hər hansı bir alim Qur'anda yer alan əhkam ayələrini müzakirə edir. Oradan hökmləri ələ gətirir. Namaz barəsində, oruz barəsində Qur'an-ı Kərimin bəyanını, açıqlamasını, görüşünü təhlil edir. Etiqadi ayələr dedikdə isə, yəni Qur'anda yer alan etiqadi, imani ayələrin müzakirəsi nəzərdə tutulur. Dedik ki, bu anlayış kəlami təfsirdən fərqlidir. Kəlami təfsir ümumi idi, yəni Qur'an-ı Kərimin bütün ayələrini əhatə edə bilər. Amma etiqadi ayələr artıq xüsusidir. Yəni, yalnız və yalnız biz burada müəyyən ayələrin ki, etiqadi məsələləri ehtiva edir, onları müzakirə edirik. Bəli, etiqadi ayələri biz təhlil, təfsir edərkən heç şübhəsiz kəlami təfsirlərdən də istifadə edə bilərik. Amma kəlami təfsirlər ötən bəhsdə dediyimiz kimi əsasən məzhəb yönlüdür. Yəni hər bir məzhəb alimi öz məzhəbinin isbatında, öz məzhəbinin sübutunda və yaxud başqa məzhəblərin görüşlərini rədd edərkən Quran ayələrinə istinad edirlər. Amma etiqadi ayələr belə deyil. Etiqadi ayələr məqsədi budur ki, bir müsəlman Qurana görə nəyə etiqad etməlidir, niyə görə etməlidir və hansı etiqaddan çəkinməlidir. Heç şübhəsiz, etiqadi ayələri araşdırmaq müəyyən bir metodlara əsaslanır. Bu metodların birincisi budur ki, məzhəb yönlü yanaşmadan uzaqlaşmaq lazımdır. Bəli, əvvəli dediyimiz kimi, insan edə bilməz məzhəbi məsələləri kənara qoysun. Çünki məzhəb Qur'anı və digər məsələləri fəhm etmək üçün bir vasitə rolu oynayır. O məzhəb kənara qoyulmalıdır ki, Qur'andan və səhih mənbələrdən ələ gəlməyib. Amma o məzhəb ki, onun əsası Qur'andır, onun əsası Qur'anda açıqlanıb, bu məzhəbin əsas məarifini, əsas bəyanını bəli biz rəhbər götürə bilərik. Amma o məzhəb ki, Qur'andan bir payı yoxdur və Qur'anı özünə uyğun təfsir edir, bu kimi məsələlərə onları gətirib müzakirə etmək və onları bir qanun olaraq dəyərləndirmək heç şübhəsiz icazəli deyil. İkincisi, Qur'anın etiqadi məsələlərə verdiyi önəmi dərk etmək. Etiqadi ayələrin müzakirə etməsində digər səbəb budur ki, biz burada Qur'an-ı Kərimdə olan etiqadi ayələri təhlil edirik və görürük ki, Qur'an bu mövzuya hansı formada yanaşır, bu məsələni nə qədər təkrar edir, nə qədər əhəmiyyətlidir, bunun barəsində hansı formada Qur'an-ı Kərimin vurğuları var və bu kimi məsələləri araşdırırıq. Digər məsələ, Qur'an-ı Kərimdə etiqadın mənbə və prinsiplərini tanımaq. Yəni, belə bir yanaşma bizə inancın yalnız ağla və yaxud məntiqə yox, eyni zamanda ilahi vəhyə əsaslandığını göstərir. Bəzən bizə soruşurlar ki, bu məsələdə mənə Qur'andan ayə gətir, məntiqi, əqli dəlil istəmirəm və yaxud hədis istəmirəm. Qur'an bunu hardan açıqlayır? Etiqadi ayələrini müzakirə etməyin digər bir metodu budur ki, biz yalnız burada Qur'ana istinad etməliyik.
Digər bir məsələ müqayisəli analiz imkanları bizə var. Yəni biz bilirik ki, İslam dünyasında müxtəlif məzhəblər var. Bu məzhəblərin Allah Taala'dan tutmuş da axirətə qədər məsələlərdə fikir ayrılığı var. İndi biz burada müqayisə edəcəyik. Görək bunların hansı Qur'an-ı Kərimə yaxındır, bunların hansını Qur'an təsdiq edir, hansını təsdiq etmir və yaxud hansı məzhəb öz etiqadi prinsiplərini Qur'an ayələrinə əsasən tənzim etmişlər və hansı məzhəb yalnız Qur'andan özünə uyğun şəkildə istifadə etmişdir. Beşinci metod bundan ibarətdir ki, və yaxud beşinci cəhət bundan ibarətdir ki, bu məsələnin, yəni Qur'anda yer alan etiqadi ayələrin müzakirəsinin müsbət tərəfi budur ki, biz baxırıq ki, Qur'an-ı-Kərimin digər etiqadlarla münasibəti necədir? Bu etiqadlar kitab əhli də ola bilər və eyni zamanda digər məktəblərin etiqadi nümayəndələri ola bilər. Yəni Qur'an-ı-Kərim belə deyir ki, yalnız bir etiqadla tərəf edir. Bəlkə Qur'an-ı-Kərim bəzən bütpərəstliklə, bəzən materialistliklə, bəzən kitab əhli ilə və digər bu etiqadi cəryanlarla müxatəbdir. Qur'an-ı-Kərim bunların etiqadını öz ayələrində gətirir və onları rədd edir və yaxud bəzən qəbul edir və yaxud izah edir və s. Bizə bu imkanı verir ki, biz Qur'an-ı-Kərimin ayələrini digər etiqadi məktəblərlə münasibətini də öyrənmiş ola bilərik və altıncısı budur ki, dini biliklər arasında əlaqə qurmaq. Qur'an-ı-Kərim hər hansı bir etiqadi məsələni mücərrəd olaraq, nəzəri olaraq bəyan etmək istəmir. Bəlkə hər hansı bir etiqadın arxasında əhkamı bir məsələ var və yaxud əxlaqi bir məsələ var və yaxud ictimai bir məsələ var. Yəni Qur'an-ı-Kərim Allahşünaslıq məsələsini bəyan edərkən, təvhid məsələsini bəyan edərkən, nübüvvət, axirət məsələsini bəyan edərkən bunu əhkamdan ayrı bilməyib, bunu əxlaqdan ayrı bilməyib, bunu ictimaiyyətdən ayrı bilməyib. Bütün bunlar bizə imkan verir ki, biz bu məsələləri də Qur'an-ı-Kərimin ayələrini, etiqadi ayələrini təhlil edərkən başa düşək və bunları izləyək. Nəticə olaraq bunu demək istəyirəm ki, Qur'an-ı-Kərimdə olan etiqadi ayələri sistemli şəkildə Qur'an-ı-Kərim bəyan edən formada təhlil etməyin əsaslı faydalarından biri də budur ki, bir müsəlman Qur'an-ı-Kərimdə yer alan etiqadi məsələləri hansılardır? Niyə görə onlara inanmalıdır? Və onlara inanmağın dəlili, sübutu nədən ibarətdir? Və eyni zamanda bu etiqadın qarşılığında hansı etiqad yer alır? Onların sözü nədir? Onların dəlili nədir? Bu kimi məsələləri artıq bilmiş olacaq və bunun nəticəsi də və səmərəsi də heç şübhəsiz bir şəxsin İslami etiqadı Qur'an-ı-Kərimə uyğunlaşmasıdır və eyni zamanda Qur'an-ı-Kərimdə yer olan etiqadi məsələləri bilməsidir və hər hansı bir kənar şübhə, kənar etiqadi artıq Qur'an ayələrinə əsasən təhlil və bu məsələlərə cavab verə biləcək. Buna görə də əzizlər, bu növbəti dərslərdə biz artıq bu ayələrə inşallah başlayacaq. Mənim xahişim bu idi ki, bu ayələri sizlər də qeyd edəsiniz və üzərində düşünəsiniz ki, bu ayə hansı formada etiqadi məsələyə işarə edir. Ən sonuncu məsələ ki, bu barədə bir müqəddimə yönlü sizlə müzakirə edirdik. O da bundan ibarətdir ki, biz Qur'an-ı-Kərimin bir dəfə ayələrini bu vəhyani bir mənbədir. Bu cəhətdən biz təhlil edə bilərik. Yəni, mən deyirəm ki, bu sözü sən etiqad olaraq qəbul etməlisən. Sən məndən deyirsən ki, niyə? Deyirəm, çünki bu Allahın sözüdür, Allah alimdir, həkimdir. Sən bir dəfə bunu Qur'an olaraq qəbul edirsən. Bəli, bu doğrudur və öz yerindədir. Bir dəfə də sən sözü özün dəyərləndirməlisən ki, bu söz vəhyani olmaqla yanaşı, eyni zamanda rasionaldır, əqlanidir. Qur'an desə də bu ağıl da bunu qəbul edir. Yəni ağıl da buna hökm verirdi. Demək, Qur'an-ı-Kərimin ayələrində biz iki formada istifadə edə bilərik. Bir, bunun vəhyani tərəfi, yəni bu etiqadı vəhy açıqlayır,
Allah bildirir. İkinci tərəfdən budur ki, bu sözü ağıl da qəbul edir. Ağılın da sözüdür. Sadəcə vəhy ağıl tərəfindən, ağılın bəyan edə bilmədiyi formada, o izah edə bilmədiyi formada Qur'an-ı Kərim açıqlayıb. İnşallah gələn bəhsimizdən bu məsələlərə Allahın köməkliyi ilə başlayacağıq. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.